Dostlar, Bakıxanov qəsəbəsində sizin üçün çox gözəl bir mənzili təqdim etməyə gəlmişəm. İlk öncə məhəlləsini göstərirəm. Belə gözəl bir dənə məhəlləsi var, hər bir şərait yaradılıb. Videoda da görürsünüz, stadionudur, uşaqların oynamaq üçün yer, yaşıllığıdır, hər bir şərait var. 3 otaqdır, dəyərli izləyicilərim. Qanuni 3 otaqlı, gözəl bir mənzili təqdim edəcəm. İpotekalar da açılıb, hazır. Kimin ipotekası hazırdırsa, bu mənzili diqqətlə izləsin. Mərtəbə gözəl, 9-un 2-ci mərtəbəsi, 2 ev layihəli mənzildir. İndi evin içini göstərəcəm dostlar. Bu mənzili bir dəfə təqdim eləmişik, ikinci dəfə təqdim edirəm. Çünki bəzi işlər görünür evin içində, qapılar dəyişib, hamısını ətraflı göstərəcəm. Təqdimata başlayaq. Mənzilin daxilini təqdim edəcəm, videonu axıra qədər izləyin. Bir dənə istəyirəm operatorımız mənzilin blok hissəsində göstərsin. Yəni olduqca səliqəli blokumuz var. Evin koridor hissəsindəyik. Görürsünüz də, yəni çox geniş dənə xol hissəmiz var. Daxili hündürlük 2.5, polo parket. Burada belə bir kladovkamız var. Əlavə işlərin yığılmağı üçün. Çox gözəl mənzildir həqiqətən. Mənzilin dostlar, videoda dedim, bəzi təmir işləri görülür. Yəni qapılar dəyişib, yeni qapılardır. Bura mənzilin zalı. Yəni göstərək. Döşəmə ümumiyyətcə mənzilin döşəməsi bütün otaqlarda parketdir. Belə bir zalımız var. Haradasa belə deyim də, dəyərli izləyicilər, 20 kvadrata yaxın ölçülərə sahibdir. Skvaznoy mənzil. Qazdır, işıqdır, sudur. Yəni kommunallar hamısı qaydasında daimidir. İndi isə mənzilin digər otaqlarını göstərəcəm. Səliqəli vəziyyətdədir, görürsünüz dostlar. Yəni boylarıdır, poludur, qapı, pəncərə hamısı səliqəli vəziyyətdədir. Burada belə bir yataq otağımız var. Belə bir yataq otağımız var. Qarşısını izah edəcəm. İnşallah diqqətlə izləyin. Qarşısında artırma yeri var dostlar. Yəni bu evi düzdür. 3 otaqdır, amma 4 otağı da düzəltmək mümkündür. Haradasa 16-17 kvadrat metr sahəli belə yataq otağımız var. Bura mənzilin eyvan hissəsi dostlar. Əslində burada müəyyən qədər artırmalar olur. Yəni bu evin eyvan hissəsini 4 otağa düzəltmək mümkündür. Uşaq otağına da çevirmək olar və yaxud mətbəx edib, mətbəxin yerini otağa da çevirmək olar. İndi o sizin zövqünüzdən asılı olan bir şeydir. Geniş belə bir eyvan hissəmiz. Eyvanın daxilindən mətbəximizə bir dənə göstərək. Mətbəximizə girişimiz var. Haradasa 16-17 kvadrat metrlik belə bir geniş mətbəximiz. Mətbəx mebeli var. Qazıdır, aspiratorudur, hazır vəziyyətdə. Yenə deyirəm dostlar, kimin ipotekası hazırdırsa, ayrılıbsa, bu mənzili məncə qaçırtmasın. Yerləşmə yeri də əladır. Bakıxanov qəsəbəsində yaşayanlar bilir. Abad məhəllədə çox gözəl bir yerdə yerləşir. Sanuzel sanitar qovşağı göstərəcəm, amma ilk öncə eyvan hissəsi olub, açılıb, qatılıb, otaq olduqca böyüdülüb, haradasa 16-17 kvadrat metr ölçülərə sahibdir. Bu pəncərəmiz də digər tərəfə baxır, məhəlləsinə yox, digər tərəfə. 3 otaq dostlar, 3 otaq sənədlər tam qaydasında inşallah alan adama mənzilin açarlarını belə alqı-satqı gündə təhvil verəcəyim. Və burada mənzilin sanuzel sanitar qovşağı. Eyni, yəni Leningrad layihəsində olduğu kimi sanuzel sanitar qovşağı bir yerdə deyil, ayrı-ayrılıqdadır. Təmiri görürsünüz dostlar. Səliqəli vəziyyətdə olan bir mənzildir. Allah xeyir versin, kim alsa. Dostlar, bu mənzilin qiyməti də olduqca maraqlıdır həqiqətən. Bakıxanov qəsəbəsində bu cür mənzillərin qiyməti əmlak saytlarında maraqlana da bilərsiniz, baxa da bilərsiniz. Fərqlidir, yəni bu biz dediyimiz qiymətdən biraz yüksəkdir. Amma biz bu evin qiymətini, yəni bazar qiymətindən aşağı deyirik. Daha doğrusu biz yox, ev sahibi. Evin qiymətini münasib deyir. 9 mərtəbəli binanın 2-ci mərtəbəsi Bakıxanov qəsəbəsində yerləşmə yerinə görə seçilən yerlərdən biridir, belə deyim. Abad məhəllə, məhəllədə hər bir şərait var, artıq videoda göstərmişəm. Məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin yaxınlığında yerləşir. 76 nömrəli marşrut xətti də binanın qarşısından Neftçilər metro stansiyasına işləyir. Yəni yerləşmə yeri çox rahatdır. Dəyərli izləyicilər, qiymət də 184 min manatla satışa çıxır. Real alıcı ilə ev sahibi danışıb razılaşa bilər. Sənədlər tam qaydasında alqı-satqı günü açar mənzil alan şəxsə təhvil veriləcək, köçsün, yaşasın, Allah xeyir versin. Açar bizim ofisdədir, istənilən vaxt mənzili göstərmək mümkündür. Dostlar, bu mənzillə bağlı nə sualınız olsa, nömrəm səhifədə var, zənginizi gözləyirik. Sağ olun, var olun.